həyatda yaxşı ki eləmişəm dediyiniz varmı? Danışa bilmirəm, söz olacaq, yenə başlıq çıxacaq. Bir Zülfiyə Qurbanovanı tanımayan özünü tanımır. Əgər mən orada ağzımdan nəsə qaçırtmışamsa, deməli lazım bilmişəm, qaçırtmışam ki, gedib çatsın. Yəni Zülfiyə ürəyini fəth etmək üçün nə etmək lazımdır? O yataqda yatmaqdır. Fırtınada yoxsa sakitçilikdə orada. Parçalayırlar. Xoşuma gəlir, çox sağ olsunlar. Elnarədə də o xasiyyət var. Qocalıqda adamı yoracaq. Söhbət yəni açıq səhnələrdən gedir. Hətta yəni, hələ siz direkti görsəniz. Hardasa bir yerdə olmuşuq da. Bu bir yer haradsa bilmirəm. Güclü qadın qorxuzur da kişiləri, düzdürmü? Əlbəttə. Kişilər qadınları seçmirlər, qadınlar kişiləri seçmir. Heç elə düşünmüsünüzmü? Kimisə o qədər sevərsiniz ki, sənətdən gedərsiniz. Biz öləndə məzarımızı bilməyəcək insanlar üçün özümüzü yormamalıyıq. Salam, 200-1-ə xoş gəlmisiniz. Bugün bizim üçün çox özəl bir xanım qonağımız var. Mən həmişə onu təqdim edəndə deyirəm ki, aktyorluğun kraliçası Zülfiyə Qurbanova. Xoş gəlmisiniz. Əstəğfurullah, çox sağ olun dəvətə görə. Təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Çox xoşdur səni burada görmək. Çox emosional. Yəni yaraşır sənə bu emosionallıq deyim. Nə bilim, bəlkə də insanların görüntüsü ilə bəlkə də deyil elədir, daxili elə üst-üstə düşür də. Mən özüm məsələn sakit xarakterli insan kimi təsəvvür edə bilmirəm. Əgər mən sakithəmsə, deməli nəsə baş verib. Hadisələrə o qədər vetsizləşmişəm hər şeyə. Həqiqətən elədir, biraz vetsiz olmuşam. Amma biraz da aşırı vetsizləşmişəm. Ya da ki, ümumiyyətlə münasibətlərim o insanlarla eyni qalmayıb. Dəyişib artıq mənim üçün maraqlı deyil. Maraq dairəmdə deyirlər. Hazırda daxili dünyanız necədir? Fırtınada yoxsa sakitçilikdə orada? Belə də bilmirəm əslində, ifadə eləyə bilməyəcək belə. Əslində mənim söz ehtiyatım çoxdur. Biraz belə, hərdən çox sakitəm, hərdən çox vetsizləşirəm hər kəsə qarşı. Hərdən çox belə özümü cilovlamayacaq dərəcədə belə təlatümüm olur. Belə dəyişiyəm. Bu aralar çox dəyişiyəm ümumiyyətlə. Belə deyək də, bu xarakter oynadığın rollara necə təsir eləyir? Məsəl üçün, seçirsənmi oynadığın rolları ki, bu xarakterdə rollar olsun? Yox, yəni mənim seçirəm əslində təbii ki, rolları ki, yaxşı, keyfiyyətli, işi olan rollar olsun, hekayəsi olsun, ağırlığı olsun, aktrisa kimi mənim yaradıcılığıma nələrsə qatsın, bir-birinin təkrarı olmasın. Amma mənim heç vaxt xarakterim rollarımı üstələməyib. Bu qeyri-peşəkarlıqdır mənə görə. Mənə görə deyil, yəni bu qanundur da, qəbul olunmuş bir şeydir ki, mən rolumu əzə bilmərəm. Rol məni əzməlidir mütləq. Məni təsirinə salmalıdır. Bəli, əlbəttə, heç nə qalmamalıdır. Zülfiyə özü bilər hansı hadisəyə necə reaksiya verir, necə münasibət bildirirəm, mən özüm bilərəm. Rolum necə münasibət verir, əsas odur. Rolumun mimikası nədir, jesti nədir, daxili sakitçilik dərəcəsi nədir, mənəvi dərinliyi nədir, hekayəsi nədir. Mən yəni heç vaxt icazə vermərəm və verməmişəm də ki, mənim şəxsi xarakterim rolumu üstələsin. Bəs Zülfiyə xanım, oynadığınız obrazların içində elə bir obraz varmı ki, realda elə bir insan olsaydı dostunuz olsun istəyərdiniz? Yox. Yox. Yəni, mənə görə oynadığım rolların həm xarakterinə görə, mənə görə zəifdirlər. Maraqlı. Nə mənada, yəni duruş şəkilləri zəifdir. Mən biraz aşırı belə döyüşkən adamam. Bəlkə də bu yaxşı bir şey deyil. Qocalıqda adamı yoracaq. Amma məcazi mənada da, yəni döyüşkən xarakterliyəm deyə mənim üçün zəif qalırlar. Onların düşüncə tərzləri, vuruşmaq həyatla mübarizə aparmaq şəkilləri mənim üçün zəif qalırlar. Amma rolum olub ki, onu qucaqlamaq istəmişəm, ürəyim ağrıyıb, o olub. Yəni, mən elə belə ondan daha bərk insanam, daha dözümlüyəm deyə fikirləşmişəm ki, yəni onu qucaqlamaq lazımdır ki, o, yəni sağalsın. Hansı obrazınızı?
Məsələn, mən köhnə çamadanlardakı o qadın rolum var idi mənim. Təsir. Səidə Haqverdiyevanın. Bəli, Səidə xanım Haqverdiyevanın rejissorluq elədi. Sevdə xanım Sultanovanın ssenarisi əsasında yazılan. Məsələn, mən o qadını məmnuniyyətlə qucaqlayardım. Mənə də çox Xocalıdan qaçqın düşüb, sonra əsir düşən və düşmən tərəfindən zorlanan bir qadın. Bütün belə deyim də həyata alt üst olan, əri tərəfindən bilinmir ki, hələ qəbul olunacaq, olunmayacaq, ağrıları ilə yaşayan, uşağının birini itirən, o birinə sarılan o qadını məsələn mən qucaqlamaq istəyərdim. Çox təsirli səhnədir. Ümumiyyətlə orada Aqil Emquliyevlə İrfan çox təsirlidir. Yəni o filmdə mənim də ən çox yadımda qalan məhz o qadın. Yəni çox təsirli idi həqiqətən. Yəni orada dialoq çəkiliş yoxdur. dövründə. Orada o səhnədə dialoq yox idi. Ona qədər də baxışlar, yəni o proses var idi, o hadisələrin gedişatı, o mənim məsələn çox mən özüm də baxanda belə fikirləşmişdim ki, bu qadının həqiqətən, yəni o belə sarılmağa, dəstəyə çox ehtiyacı var. Kimsə onu indi atmamalıdır. Yəni yaxşı ki də əri atmır nəticə olaraq. Əlbəttə atmamalıdır. Atmamalıdır, amma həyatda da hər hadisə ola bilər. İnsanlar bəzən özlərini müdafiə edə biləcəyi durumları özlərindən görmürlər. Əslində qadın gücsüzdür. O boyda hadisənin, o boyda müharibənin qarşısında o qadın gücsüzdür. Çünki düşdüyü duruma görə gücsüzdür. Silahsız, ayağı yalın qaçıb. Sən mən o qadını qucaqlamaq istəyərdim. Belə rollarım olub. Bəli. Təəssüf ki, belə hallar da var. Bəli. Çox heyif, çox təəssüf, amma şükür ki, bugün biz qalib bir ölkənin vətəndaşlarıyıq. Ordumuzun sayəsində, prezidentimizin sayəsində. Yəni, bunun öhdəsindən gələ bilirik. Bəli. Biz bir müddət danışanda, senarist dostlarla da müzakirə eləyəndə hər zaman deyirdik ki, biz o qələbəni qazanmalıyıq ki, bu əhval-ruhiyyədə filmləri çəkə bilək və yaza bilək. Ürəklə çəkilsin o filmlər və həqiqətən bir var fərziyyə kimi düşünürük ki, gələcəkdə bunlar ola bilər. Bir də var o qalibiyyəti qazanandan sonra çəkməyin ruhu təbii ki, başqadır. Zülfiyə xanım, bugünə qədər qazandığınız uğurlar, oynadığınız rollar, alqışları bir kənara qoysaq, həyatda yaxşı ki eləmişəm dediyiniz varmı? Sənətdən kənar. Yaxşı ki eləmişəm, əlbəttə. Yəni mən çox ailəsivər bir insanam xarakter olaraq. Yəni belə ailəyə bağlarım çoxdur. Məsələn, mən fikirləşirəm ki, yaxşı ki bu əhvalda böyümüşük, bu bağlılıqla böyümüşük. Yaxşı ki indi elədiklərimin hamısını yaxşı ki eləyirəm. Bu zamana qədər xilas eləmək üçün əlləşdiyim şeyləri yaxşı ki eləmişəm və vicdanım rahatdır. Mənim üçün həyatda ən böyük şey vicdanı rahat, o yataqda yatmaqdır. Sən hər kəsi aldada bilərsən. Amma özünü aldada bilərsən. Hər kəsi bu dünyada aldada bilərsən ki, mən çox vicdanlıyam, mən çox dürüstəm, mən fədakaram, amma sən özünü aldada bilməzsən. Mənə görə, mən onu yaşayıramsa, yəni ki, rahatçılığım varsa, mənəvi rahatçılığım, bax, mən ona görə özümə minnətdaram ki, yaxşı ki, elədiyim hər şeyi eləyirəm ki, mən vicdanım rahatam. Gələcək nə gətirəcək bilmirəm, amma mən bugündən yaşayıram hələ ki. Mən 30 il, 40 il sonranı düşünüb, bugünü bağa verə bilmərəm. Bugünlə yaşamaq əslində böyük xoşbəxtlikdir. Çox təsirli. Mən əvvəl belə yaşamamışam. Sizdə də olub o qayda? Əlbəttə, həmişə düşünmüşəm ki, bunu deyərəm, nə düşünərlər. Hələ mən cəsarətli insan, belə deyim, tipi sayılmışam da ki, cəsarətli, yəni sözümü deyə bilərlər və s. Yenə də onunla bərabər, mən çox ölçü götürmüşəm, çox tərəzini gözünə qoymuşam. Amma indi elə deyiləm. Çox, onsuz da bir verilişdə də demişdim, indi də deyəcəm. Biz öləndə məzarımızı bilməyəcək insanlar üçün özümüzü yormamalıyıq. Həqiqətən bu sözü oxumuşdum. Məzar yerimizi bilməyəcək insanlar üçün özümüzü incitməməliyik. O nə düşünəcək, bu nə düşünəcək. Heç kim o dünyayı o nə düşünəcək, bu nə düşünəcəyi aparmır. Bəli, ağılla yaşamaq, tərbiyə ilə yaşamaq, bunlar çox önəmli bir şeylərdir. Əlbəttə, hamı ilə yaşayır. Yəni, hamı demirəm, indi həyatını bunun üstündə, doğru yol üstündə quran insanlardan danışıram ki, eləcə də mən. Amma yəni, məsələn, bunu niyə deyim, deməyim, xətrini, hər şeyi ertələmişəm, çox şey ertələmişəm. İkimizdə atmayaq da. Yəni, demək lazımdır. Sabah deyərəm, yox, biraz da gözləyim, biraz da gözləyim, bizim ömrümüzdən alır.
Razıyam sizlə. Zülfiyə, bu yaxınlarda Kino İttifaqda belə bir bəli çıxışla da yadda qaldın. Yəni vəziyyət elə gətirdi ki, sən özünü müdafiə etmək məcburiyyətində qaldın, belə deyək. Yəni orada olanlar gördülər hadisələri. Bəlkə də biz özümüz danışsaq, biraz insanlar düşünər ki, biz onları, hadisələri başqa cür təhlif eləmiş danışırıq da, ola bilər. Amma orada olanlar və videoya sənədli şəkildə, sübutlu şəkildə düşənlər sübut elədi ki, fakt olaraq düşənlər, burada mənim heç bir, yəni, rolum yoxdur, günahım yoxdur, heç bir qəbaətim yoxdur. İnsan olaraq çıxmışam, elan edib, düşüb çəkilişimə qaçacam. Belə bir müdaxilə olundu. Müdaxilə də biraz əzici şəkildə olunmaq istədi. Yəni, səni xor görmək, əzmək, səlahiyyətinin çatmadığını iddia eləmək şəklində oldu. Hamı bilir, yəni, yayılan bir videodur, belə izah edeyim. Ki, mən də çox təmkinlə görənlər gördü. Videoda var hamısı. Videoda var, ona görə deyim ki, hamı görür ki, videoda var. Bəli. Yəni sözümü dedim, etik normaları yəni pozmadan, sizi aradan götürmədən, baxmayaraq ki, sən deyə müraciət olunduğu halda, bütün o mənim aləmim mənə verdiyi tərbiyəni qoruyaraq, çox önəmlidir. Tərbiyəni qoruyaraq sözümü dedim və tribunadan düşdüm. Belə. Və sizi dəstəkləyənlər çox oldu. Yəni, görünən kəndə bəzən bələdçi lazım Bələdçi olur lazım da. olmur. Yəni, bəzi şeylər var ki, bəzən insanlar bizə qarşı elə hərəkətlər eləyirlər ki, fərqi yoxdur. Mövzu bundan yəni, ibarət olsun, başqa bir mövzu olsun. Bizə qarşı nəsə eləmək istəyəndə düşünmürlər ki, çox şey yaradanın əlindədir. Bəzən kainat bizə işləyir. Bu çox önəmlidir. Mən orada artıq bir şey deyib, əgər özümü cilovlaya bilməsəydim, özümü belə deyim, biabır eləyə bilərdim. Amma mən o ağlın yiyəsi deyiləm. Situasiyanı düzgün idarə Mən çox ağıllı insanam. Harada nə danışacağımı özünü tərifə girib bilirəm. Əgər mən orada ağzımdan nəsə qaçırtmışamsa, deməli lazım bilmişəm, qaçırtmışam ki, gedib çatsın. Məncə sən Ona görə mən çox çox yaxşı gözəl idarə etdin. sözümü dedim, düşdüm. Görünən kəndə də bələdçi lazım olmadı, dəstəkləyənlər də gördü. Yəni, Əslində o insan bilmədən də sizə olan sevgini birazca da açıb ağartmağa. yəni mən məsələn bilmirdim ki, o qədər məsəl üçün Sizi sevənlər, dəstəkləyənlər ola bilər, əksinə dəstəklədi. Bəzən hadisə lazım olur ki, sənə göstərilən sevginin dərəcəsini biləsən. Çox sağ olsunlar həqiqətən. Mən yox, onların da başına gəlmiş olsaydı, həqiqətən onlara da toxunardı. Ən çox bəyəndiyim hissə orada oldu ki, deyir Zülfiyə Qurbanovanı tanımayan özünü tanımır. Bu rəyləri çox sevdim mən orada. Əstağfurullah. Yəni mən sözümü dedim, düşdüm. Fikrimi ifadə elədim də. Necə olub? Mən düşünürəm ki, lazımı qədərini ifadə edə bildim özümü. Və mənim deyim də, yəni bu münasibət xoşuma gəlmir sənət adamlarına qarşı. Yəni bu cür münasibəti Xor baxmaq. qəbul etmirəm və bu bir daha situasiya göstərdi ki, olmaz. Bəli. Yəni sənət adamlarına bu cür Və münasibət biz incəsənət göstərmək adamlarını olmaz. tanımırıqsa belə tanımalıyıq ki, tanımamaqdan söhbət gedə bilməz. 2014-dərin sübutunu çıxartdım ortaya. Amma hətta tanımırıqsa da bu bizim aybımızdır. Çünki vəzifə Çünki deyilən göz bir önündə şey olan var. insansan. O vəzifənin Səlahiyyətinə səlahiyyətinə görə sənin tabeliyində məcazi mənada olan adamları da tanımalısan. Doğru. Yəni və azdan çoxdan illərimizi qoymuşuq. Ola bilməz ki, kimsə kimsəni tanımır. Sadəcə mənə görə o cümlə quruluşu o idi ki, yəni ki, sən o səlahiyyətə sahib deyilsən ki, kimisə seçəsən. Mən belə düşünürəm, amma o da doğru cümlə deyil. Əgər Doğru çağırılmışıqsa, cümlə deyil, varıqsa, illərdir oradayıqsa, ehtiyac var və onun oradayıqsa və mənə festivallara gedəndə dəstək olunubsa və mən o dəstəyi görmüşəmsə, səsimi çıxartmamaq mənim ayıblığım olar və xaraktersizliyim olar. Əlbəttə. Çox doğru. Çünki o dəstək hər birimizə olur. Mənim bilirsiniz, həyatda qarşımı bir dənə birinin haqqına girməkdən başqa heç nə kəsə bilməz. Niyə görə? İtirəcəyim vəzifə yox. İstedaddır, o da Allahdan gəlib, Allahla gedəndə aparacam özümdən. Yəni, mənim qorxacağım bir mövzu yoxdur ki, mən bunu deyərəm.
Çünki mən ölçüb biçib danışan adamam. Yəni o danışığımı belə ölçüb biçirəm ki, o qaydasında olsun, sabah mənə silah kimi əksinə qayıtmasın da bu merak. Özümdən xarakter. Bəli, əlbəttə. Mənə görə müəyyən şeylər var ki, yaşımızdan asılı olmayaraq, yəni onlara, bizdən böyüklərə, kiçiklərə hamısına, yəni rəftarda mütləq riayət eləməliyik. Etik normalar da elə bir şey. Zülfiyə, bəs Zülfiyə Qurbanovanın bir xanım kimi, bir aktrisa kimi, bir insan kimi özünə verib heç vaxt vermək istədiyi və heç vaxt vermədiyi bir sual varmı? Yəni jurnalistlər tərəfindən heç vaxt verilməyən. Məsəl üçün nəyi istəyərdin ki, tamaşaçılar bilsin, nə haqqda danışmaq Mən istəyərdin? əslində biraz qapalıyam. Nə qədər belə emosional görünsəm də qapalıyam. Yəni görünə bilər ha, amma Mən onu mənim hiss emosionallıq edirəm. tərəfim ancaq sənət üçün Mən onu hiss keçərlidir. edirəm, bəli. Mən insanlarla o yaxınlığımı deyim, xüsusən tamaşaçı ilə saxlamıram ki, onlar mənə aid hər şeyi bilsinlər. Mənim hisslərimi, mənim gülüşlərimi, mənim xoşbəxtliyimi, ağrılarımı lazım deyil, mənə görə lazım deyil. Müəyyən şeylər var ki, onlar daha çərçivədə belə zəmbilin içində qalsalar daha yaxşıdır. Çünki hər şeyi demək səni həm adiləşdirir və səni hər kəsin müzakirəsinə buraxır. İşin müzakirəsi başqadır. Sənət Müsahibələrin baxımından. müzakirəsi, sənət müzakirəsi başqadır. Mən həyat müzakirəsini sevmirəm. Ölüm itim xaric. Bunlar artıq belə deyim də heç cürə qabağa alınmayan hadisələrdir. Birimizin haqqında hansısa bir pis xəbər yayılanda ailəmizdə baş verən, o artıq cəmiyyət bilir ki, bu hadisə bu adamın Təbii. ailəsində baş verir. Amma şəxsi şeyləri danışmağı sevmirəm. Yəni bu biraz mənim üçün məhrəmliyi pozmaq kimi və insanların enerjisini çəkmək kimi, onsuz da kifayət qədər üzdəyi enerji qəbul edirik, enerji alış-verişi olur. Müəyyən şeyləri, yəni xoşbəxtlik həqiqətən səssizliyi sevir. Əgər xoşbəxtsənsə də, hətta deyilsənsə də belə. Çünki mənim çəkdiyim nə xoşbəxtlik duyğusunu, nə xoş olmayan bir şeyin ağrısını heç kim sakitləşdirə bilməz. Özümdən başqa, bir də mənim sirdaşımdan başqa. Rəfiqə qismində olan insanlar. Varmı sirdaşların? Əlbəttə, sirdaşlarım yoxdur, bir sirdaşım var. Bir sirdaşın var. Bəli. Sənət Sənət sahəsində. aləmində, hər dəfə deyirəm onu. Aha. Aynur xanım. Aynur xanımdan Aynur bilirəm. xanım. 15-16 ildir biz sirdaşıq. Sirdaşıq, nəfəsimizi belə bilirik. Amma sənət sahəsində dostların çox yoxdur. Sevirəm, hörmət eləyirəm, nəsə danışa bilərik. Amma o sirlərimi, içimi, məni, Daxili dünyanı bölüşmək. məni olduğu kimi anlayan yoxdur. Mənim ancaq rəfiqəm də anlayan. O mənim səs tonumdan. Hər dəfə deyirəm, qorxuram da deməyə göstəyər qızma, balam. Mənim səs tonumdan, gözümündən, baxışımdan, Baxışından artıq kiprimin belə bilir ki. titrəməsindən belə bilir. Mən deyirəm ona, mən yeganə bu dünyada anamdı, idi. Bir də mənim rəfiqəmdir Allah ki, rəhmət eləsin. amin. Bir də bacımda var idi o. Cəmi 3 adam bilir ki, mən ya ağlamışam, ya da həqiqətən qripəm. Çünki mən ağlayanda belə kimsə soruşsa, deyirəm qripəm, elə bir burnum tutulub deyirəm. Və hər kəs bu yalanı inanır ömür boyu. İndi bilməyəcəklər, ha vaxtda oradan qrip olmuşam, amma bircə o bilir. Denən nə olub? Bir kəlmə, danış, bir kəlmə. Anam da belə idi. Yəni o səsimin tembrından bilir ki, o xəstələnməyin səs tutulmasıdır və yaxud da belənin. Nə gözəl. Əslində elə bir dosta sahib olmaq Bəli, dünyanın ən xoşbəxtlik. böyük zənginliyi və Mən həmişə ona deyirəm ki, xoşbəxtliyidir. mənim həyatda yaxşı ki varım dediyim adamlardansan. Yəni adamlardan birisən. Çətindir, çünki indi bir-birinə paxıllığın, egoizmin, hiyləgərliyin çoxaldığı bir dövrdə dost tapmaq çətindir. Ona görə Və bizim illərlə- bir dost istirən vaxtımız Bəli, deyil. Ona görə biz illərlə bir-birimizə saxlamaq. sarılmışıq. Mütləq. Zülfiyə xanım, bəs belə bir maraqlı sual, şəxsən mənim öz adıma deyim, mənə çox maraqlı gəlir. Qısqanclıqla qarşılaşırsınızmı heç?
tərəf müqabillərinizin sevgililəri ola bilər, yoldaşları tərəfindən ola bilər. Heç elə bir situasiya ilə qarşı-qarşıya gəlmisinizmi? Bəlkə də kiminsə ağlından keçib ola bilər. Bəlkə də keçib. Amma məni şəxsən tanıyandan sonra əksinə mənə əmanət eləyirlər. Bu özləri də gözəl. Zülf, sən orada varsansa, əmanətdir ha sənə. Nəzarət elə falan. Çünki artıq bilirlər ki, mən necə xarakterli adamam. Mən mənə məxsus şeyləri sevə bilərəm. Mən mənə məxsus şeylərdə şeylər üçün mübarizə apara bilərəm və yaxud da mənə məxsus şeyləri mənimsəyə bilərəm. Mən söz olmalıdır orada. Təbii. Mən başqalarının heç nəyinə, sapına, üzüyünə, heç nəyinə, insanına, varlığına, heç nəyinə göz salan adam deyiləm, olmamışam. Məni azdan çoxdan tanıyanlar bilir, mən xarakteri olan adamam, mərd adamam, yəni. Mənim üçün əksinə mənə bəlkə də insandır deyə bilmərəm. Nə zamansa beyninin içindən vizual olaraq görəndən sonra düşünüb ki, ola bilər ki, vizual da insanlar bəzən vizual olaraq görəndə fikirləşir ki, bu görüntü, bunu... Sonra tanıyandan sonra mən çox arxayınlıqla, rahat etibar eləyə bilirlər. Mən özümdə olanlarla xoşbəxt olan adamam. Nə gözəl. Yəni, mənə məxsus olmalıdır. Özgəyə aid şeylər elə özgəyə aiddir. Gələn kimi gedə bilər. Təbii. Zülfiyə, bəs aktrisa kimi özünə qadağaların nədir? Var, çoxdur yəni. Demişəm bunu dəfələrlə. Müəyyən şeylər var ki, ssenarilər var, qəbul eləmirəm. Ümumiyyətlə, belə, sözlə, mən hər şeyi yaxşı sözlə ifadə edə bilərəm. İfamda da ancaq söz keçərlidir. Başqa şeylərə gərək yoxdur. Yəni, ifada mən sözlə hər şeyi, bütün rolları oynaya bilərəm. Başqa şeylərə, yad şeylərə, mənə yapışmayan şeylərə gərək yoxdur. Söhbət, yəni, açıq səhnələrdən gedir. Hətta, yəni, onu da kifayət qədər qəbul edənlər var. Yəni, sənin üçün bu prinsipial məsələ. Bəli, əlbəttə, yəni, illərdə o prinsiplə gedirəm. Bu, yəni, sırf mövcud olan coğrafiyaya görədir. Başqa yerdə olsaydıq... Mən bu haqda danışmışam çox. Yəni, 100% ki, başqa yerdə də olsaydıq, başqa ata-ananın uşağı, təbii ki, başqa bir mühitdə böyümüş olsaydıq. Çox önəmlidir. Belə böyümüşəm, belə doğru bilirəm, belə yaşayıram və belə də mən rahatam. Hələ biz... istəyirəm bu haqda danışmayayım. Qalmaqalı söz olmasın. Hələ biz yarım metrə ara ilə rollar oynuyoruz. Bir də görürsünüz, elə giriş şərh yazır. Elə bil ki, çəkiləndə fikirləşsin, oha, hansı səhnə, oha, bax, çəkilib, mən görməmişəm. Mən görmədim, çəkilən mən bilmirəm. Mən görməmişəm. Yəni, bəzən elə oynayırsan səhnəni, roldur da mənfi, müsbət qadın xarakterlər, müxtəlif həyat hekayəsi yaşayan qadınlarda oynayırsan. Nəsə bir müsahibə verirsən, girirsən, görürsən altında bir şərh yazılır. Elə o rolu oynayan sən deyirsən, filan səhnə var. O filan səhnə daha axtaram, tapa bilmirəm. Nə deyək, əziklikdir. Sənətdən belə deyək də, çox anlayışı olmayan insanların şərhləri. Belə çıxır ki, çoxunun anlayışı yoxdur. Çox təəssüf, əslində o çox acı bir şeydir. Tamaşaçı qismi tərəfindən, yəni düşünəndə ki, biz nələrə əsasən aktyorlarımızı, aktrisalarımızı dəyərləndiririk və analiz edirik, əslində bizim üçün çox acı bir durumdur. Yəni dəyərləndirməyə ortada bir məsələ də yoxdur da. Bəli, məsələ də ondadır ki, yoxdur. Xor baxmağa, bir şey eləməyə, təzyiq eləməyə məsələ də yoxdur. Adam bəzən fikirləşir, inansız, bəzən belə hallara söz tapmıram da. Mən fikirləşirəm ki, görəsən, mən necə böyüdüblər ki, mən bu cür düşünürəm, onlar o cür. Belə düşünür. Amma çox, yəni, düzgün analiz edən tamaşaçı da var. Təbii. Sənin əvəzinə meydanda vuruşan tamaşaçı da var. Bəli, elə onlara çox təşəkkür edirəm. Bəzən adamın heç söz deməyə ehtiyacı qalmır. Sənin əvəzinə yaxşı mənada müdafiə eləyirlər, parçalayırlar. Xoşuma gəlir, çox sağ olsunlar. Sevirəm onları həqiqətən, o cür düşünən tamaşaçıları. Zülfiyə, Mikrorayon serialında da sənin canlandırdığın Lütfiyə obrazı ilk öncə bir mənalı belə qarşılanmadı, düzdürmü? Suallar içində. Bəli, çox böyük suallar var idi. Ki bu... Yəni... Normal həyat yaşayan qadın deyil. Baxımlıdır, yəni baxmayaraq hansı işdə işləyir, baxır özünə. Daha sonra açılır ki, sonra bu xanım bəli, harada işləyir. Bunu hamımız bilirik ki, peşəkar adamları, bu ssenari gərəyi olunmuş Təbii. və rejissorun
quruluşu ilə rejissorun gedişatına əsasən verilmiş Rejissorun bir və ssenaristin ssenaristin işbirliyinə əsasən Bəli, bəli. gedişat belə götürülüb ki, bu təəssürat yaransın, göstərsinlər ki, əslində belə Olmur. özünə baxan, işlədiyi işdən asılı olmayaraq biraz özünə səliqə, çəki düzən belə deyim, verən bir qadınlar haqqında nə danışırlar pərdə arxasında. Amma nə olur? Reallıq nədir? Reallıq nədir? Belə. Çox təəssüf ki, bəzən Azərbaycanda tamaşaçı o danışan adamı yox, bu cür qadınları qınayır. Bəli, Yenə bəli. də qınayır. Qınaq böyük obyekti hal. həmin o Açıqsa da qadın. qınayır. Bəli, çox hallarda və Çünki insanlar nəyisə qınamaq istəyirlər. Bax, əllərində balta ilə dururlar, görək nə tapacağıq qınayaq, nə tapacağıq qınayaq. Yazığım gəlir həqiqətən eləyirsən. Çox yəni, təəssüf. çox rastlaşdığımız hallardır. Çox hamımız rastlaşırıq. Çünki serialın şərhlərində də baxıram. Həqiqətən çox tamaşaçı deyir ki, qınayan təbii ki, dedik nəyə görə qınayır, amma çox tamaşaçı da deyir ki, bu real həyatdan götürülmüş səhnələrdir. Bəli, əlbəttə. Və ona görə də Nə qədər izlənilir. qadınlar çox, var. Yəni belə Növbəli işləyən, Bəli. əziyyət çəkən, amma tək başına Yəni övlad onların böyüdən. amma onların həyatları haqqında görürük də heç nəsə vaxt düzgün danışmırlar, Bəli. düşünmürlər. Onlar haqqında həmişə yanlış düşüncələr formalaşır. Niyəsə də onların düşüncəsində elədir ki, əgər tək qadındırsa, işləyirsə bu mütləq şəkildə, əgər o dırnaq arası namus geyimi altındadırsa, mütləq əzik olmalıdır, mütləq büzüşməlidir, Biz bir kənarda xoşlayırıq. qalmalıdır, amma güclü və öz Biz ayağı xoşlayırıq ki, yəni əzilsin, ekranda bəli. əzilmiş qadın görək, döyülmüş qadın görək, özünü müdafiə eləyə bilməyən, Bəli. onda görünsün necə müdafiə eləyəcəklər. yazıq. Həyalı əsl qadın və s. ifadələri necə uçuşacaq göylərdə. Çox təəssüf. Yəni Mən düşünürəm bunu biraz serial sektorunda çalışan insanların da öhdəliyi çoxdur bu sahədə. Bəlkə də mikrorayon ona görə Gözün biraz açsın tamaşaçına. yox, yəni bu cür təqdimat qadınları yalnız bu formada təqdim eləmək. əlbəttə, yəni serialların çoxunda elə ağlayan, reyting qadın xətrinə, mübarizə aparmayan, reyting döyüşməyən, xətrinə, bəli, bu cür. Bəli, iki damcı gözündən yaş tökülür, artıq müsbət qəhrəmana çevrilən qadınları o qədər ki yazırlar və yaxud da belə filmlər Göstərirlər. çəkilir. Ona görə yəni belə qadınlar yadırğanır. Bəli. Olanda da fikirləşir, bu necə qadındır? Belə qadınlar olub, bu qadın belə olmaz düşünürlər. Amma Təbliğat məsələsi var da. bəli, Yəni bəli. istəsək əslində güclü qadın xarakterini daha çox təbliğ edə bilərik Bəli. ki, cəmiyyətdə də digər qadınlar, məsəl üçün realda belə həyatı yaşayan qadınlar onlardan ilhamlansınlar ki, belə qadınlar var və ayaq üstə Bəli. dura bilirlər və yaşayıb mübarizə apara bilirlər. Hər dövrdə belə qadınlar olur. Təbii bizim ki. tanıdığımız çox sayılı belə xanımlar var, Bəli, bəli. yaxın ətrafımızda. Bəli, əlbəttə. Çünki ona görə tamaşaçı deyir ki, bu real hadisələrdir, real həyatdan götürülübdür. Bəlkə də ona görə bu serialın reytingi bu qədər çoxdur. Ümumi hadisələrin özü çox, bəli, yəni gedişat ümumiyyətlə və yaxşıdır. ana xarakterləri çox güclü Bəli. işlənibdir. Bu məqamda fürsətdən istifadə edib Mikrorayon serialının ssenaristi Gəray Həsəni salamlayıram, təşəkkür eləyirəm. Belə gözəl işə görə təbii ki, kollektivi, Qulu Əskərovu, Sevinç xanımı, hər birini kiminsə adını çəkmərəm, inciyərlər və Bütün heyəti bütün salamlayıram. heyəti Əziyyətləri həqiqətən danılmazdır. bəli, üzdə görünən aktyorlar da, amma bu işin arxasında böyük bir kollektiv var. Bəli, Və komanda nə işi. yaxşı ki də var. Peşədən səs çıxmaz təbii. Nə yaxşı ki də var. Təbrik edirik ümumiyyətlə bütün heyəti. Hər kəs üçün çox uğurlu bir layihə oldu. Zülfiyə xanım, hər birimizin bəyənərək, sevərək izlədiyi aktyorlar olur. Və sizin bu sənətdə olan dövrdə də yəqin ki, izlədiyiniz aktyorlar olurdu və eləsi olubmu ki, tərəf müqabiliniz olacaq aktyor, öncədən bəyəndiyiniz, amma sonradan onunla tərəf müqabili olandan sonra artıq demisiniz ki, elə uzaqda qalsaydı yaxşı olardı. Yəni tanımasam daha yaxşı idi, yəni bu baxımdan. Açığı mənim valehlik hissim yoxdur. Hə. Aha. Biraz qəribə cümlə görünə bilər. Mənim valehlik hissim yoxdur kiməsə. Yəni Zülfiyə Qurbanovanın xoşuna gəlmək asan məsələ deyil. Yəni bəli, asan deyil. Bunu həmişə deyirlər. Mənim biraz maraq dairəmə girmək çox çətindir. Mən çox çətin insan sevə. Əslində elə görünə bilər ki, mən çox belə
sosialam, bəli, çox dostum, tanışım, ətrafım çevirəm, çox, hamını çox istəyirəm. Amma o sevgi, şəxsi sevgidən danışmam, o belə özünkiləşdirib, rəfiqə sevgisi, ailə sevgisi. Bunlar məndə biraz çətindir, nə mənada çətindir? Mən hər kəsə ürək açıb sevgi eləyən insan deyiləm, bildirən deyiləm. Sevərəm, hörmət eləyərəm, amma o qədər. O dairəmə girmək çətindir. Dairəmə girəndə özümkiləşdirirəm. Ona görə mənim valehlik hissim yoxdur, ümumiyyətlə. Yəni kiməsə valeh olun. Bəli, sevdiyim aktrisalar var dünyada. Çox rahatçılıqla adını çəkə bilər. Kate Blanchett, bir çoxlarıdır. Nə gözəl. Kate Blanchett'i mən də sevirəm. Bəli. Sonra Winona Ryder. Aha. O çox sevdiyim aktrisalar var da, belə yadıma salsam çox, yəni. Oyun üslublarını sevirsən, Bəli. yəqin ki, bəli. Sonra deyəcəm, bir çox aktrisa var, indi gedişat boyu yadıma salacağım ki, filmlərdən yadımdadır. Qızları Öp filmində olan aktrisa yadıma salacağım onun adını. Bir çoxları var, amma mən Kate Blanchett mənim üçün pikdədir. Çünki o aktrisa hisslərini, duyğularını gözü ilə mükəmməl şəkildə ifadə edə bilən yana. Heç nə eləməsin. 2 dənə onun gözləri, o dərin gözləri baxır. Yəni göz hamıda var, amma ürəkdən su içdiyinə görə. Amma mən o dərinliyi gözlərinizdə, sizdə də görmüşəm. Çox sağ olun. Bəli. Yəni mən onu sevirəm. Amma Azərbaycanda da çox sevib hörmət elədiyim aktyor, aktrisalar var. Çoxdular. Amma mənim valehliyim yoxdur və arzum yoxdur. Məhz bu aktyorla tərəf müqabilə olun, bu aktrisayla yox. Amma içimdən keçirdiyim şeyləri özümə doğru çəkirəm. Məsələn, fikirləşəndə ki, içimdə fikirləşim ki, Vüsaləni neçə vaxtı görmürəm. Görəsən nə olub, kaş görsəm. Bax, artıq mən onu sabah görməliyəm, ya 2 gün sonra. İçinizə doğru türklərdir. Mən bu sözün varlığına çox inanıram. Yəni, bu şeydir də, mənim üçün, yəni bunu sınaqdan çıxartmışam hətta. Bu müəllimim deyirdi mənə. Düz bu mövzuya adiyyatı yoxdur, amma ümumiyyətlə, ümumiləşdirib deyirəm. Kişilər qadınları seçmirlər, qadınlar kişiləri seçirlər. Çox razıyam mən, çox. Biz seçirik həyat hadisələrini. Bir yerə girəndə 10 dənə insan, bəlkə 30 dənə insan ola, bir qadın və yaxud da kişi ilə, kişidən belə qəribə və yaxud da qadın fərqi yoxdur, dostluq babında da, rəfiqəlik babında. Qəribə bir enerji sənə gəlir və sən ona baxırsan, avtomatik. Və mütləqdir ki, sizin həyatda yolunuz kəsişəcək. Siz rəfiqə olacaqsınız və yaxud da subaysınızsa, sizin salamlı münasibətiniz olacaq, gələcək, irəlidir, nəysə olacaq, mütləq. Çünki insanlar qadın seçir. Mən buna çox inanıram, yəni. Əks cins seçmir, yəni, hadisələrdə gedişatı. Mən ona görə inanıram ki, hadisələrdə bir çox şeyi mən özüm seçirəm. İnanıram ki, yox, bu belədir. Mən seçirəm. Mən düşünürəm o haqda və səhər o məsələ ilə bağlı mənə mütləq zəng gələcək. Və mən hisslərimə inanan adamam. Mən əgər qapıdan çıxanda hisslərimin çoxluğu mənə deyirsə ki, Zülfə, getmə. Bura sənə heç bir xeyir gətirməyəcək. Xeyir maddi, mənəvi getmir. Yəni sənin əsər və O s. ruh halında deyilsən bəlkə. Getdəndə mən oradan ziyan tapıram. Əgər qayıdıramsa, mütləq orada nəsə baş verir, mən bilirəm ki, mən doğru seçim edib geri qayıtmışam. Nə gözəl. Mən o hisslərimə, ümumiyyətlə mən səsə inanan adamam, yəni daxili səsimə. Mən ondan çox hərəkət edirəm və çox şeyi də uduram, çox şeyi uduram. Bəs Zülfiyə, sevgi Çox şey danışa bilmirəm. Biraz danışaq. Bəs sevgi hissi necə sənə görə? Necə bir hissdir? Yəni bu əks cinsə olan sevgidən də danışaq. Yəni bu necə olur, yaranır? Hansı halda məsəl üçün sən deyə bilərsən ki, söz deyil. Biz 50 dəfə insana əməldir. Mən doğmalarıma deyim ki, sizi sevirəm, onlara əmək, enerji, zaman sərf eləməyəndən sonra, irtələyəndən sonra, onlar məni anlayacaq sabaha. Amma hamıya meydan açandan sonra, onları irtələyəndən sonra, məncə o sevgi səmimi deyil. Sən əgər həyatda mərkəzdəsənsə, bax, odur səmimi sevgi.
Fərqi yoxdur. Bu sənin rəfiqənə olan sevgin də ola bilər, sevgilinə olan sevgində, ərinə olan, həyat yoldaşına olan sevgində, övladına olan sevgində. Ertələmədiyin, mərkəzə qoyduğun hər şeyin sevgisi səmimidir mənə görə. Çünki mən hər zaman fikirləşirəm, mən bu qədər həyat qayğısının, bu qədər qarmaşanın ki, bilənlər bilir, bu qədər qaça-qaçın, həyat mübarizəsinin, çətinliklərimin içində zaman tapıramsa sevdiyim insanlara, onlar məni irtəliyirlərsə, deməli, burada nəsə düz getmir. Düz getmir. Mütləq. Və ona görə mənim üçün sevmək biraz çox çətindir. Mən mərkəzdə olaramsa, sevildiyimi hiss eləyə bilərəm ancaq. Tez kəsə Söhbət o bilirsən. mərkəzdən getmir, biraz mərkəz yəni insanlara elə bir meydan. Yox, həyatın mərkəzində. Elə bir Vüsalə mənim həyatımın mərkəzindədir. Mən hər gün Vüsalədən xəbər bilməliyəm. Hər gün Vüsalə ilə ünsiyyətdə olmalıyam Vüsalə xanımdan. Rəfiqəmlə eyni şəkildə, sevdiyim insanlara diqqətimi, sevgimi azaltmamalıyam. Bu artıq səmimi şeydir. Əslində kəsən adam idim. Çox rahatçılıqla. Ağrıyan yeri belə qayçı ilə kəsib çox rahatçılıqla atırdım. İgidi öldür haqqımı yeməm. Mənim rəfiqəm əslində yaranın kəsilməyib sağalacağını mənə başa saldı. Mən xarakter olaraq çox kəsən adam idim. Xətrimə dəymisinizsə, sizi çox rahat uzaqlaşdırardım. Çevrəmdən, əhatəmdən, ürəyimdən, hər yerdən uzaqlaşdırardım zamanında. Amma rəfiqəmin mən ona yox deməyi öyrətmişəm. Özü bilir, bütün mövzularda yox deyə bilir, hər bir şeydə yox deməyi bacarır. O da mənə kəsilmədən müalicə oluna biləcək şeylərin olduğunu başa salır. O birazca da gəncliyin maksimalizmidir. İnsan daha gənc yaşlarda, 20'lərdə. Yox, mən elə indi də biraz beyni qanlı adamam. Məncə xarakterdir. Beyni qanlı adamam, çox rahat kəsə bilərəm. Kəsəndən sonra əziyyət çəksəm də kəsərəm. Çox rahat kəsərəm, amma mənə, məsələn, rəfiqəm kəsilmədən müalicə olunub, o şeyin orada qala biləcəyini, hər şeyin yaxşı ola biləcəyini mənə çox yaxşı bir şəkildə başa salıb, mən də ona çox halda tabi olurum. Nəyə görə bunu dedim? Çünki məndə də daha 20'li yaşlarında olanda o maksimalizm var idi. Çox rahat xasiyyət var. Kəsib atım və heç geri baxmaram. Mən də, amma hətta indi də elə idim. Amma indi müəyyən bir yaşdan sonra həyat təcrübəsi mi deyək, yaşanmışlar mı deyək, artıq müəyyən bir anlayış qura bilirsən, müəyyən şeyləri axarına buraxa bilirsən, birazca gözləyə bilirsən kənardan ki, bəlkə bu deyil. Bəlkə mən daha çox maksimalist yanaşmışam hadisələrə deyə məndə müəyyən qədər dəyişib. Bu da biz nə gətirir biraz? Bütün münasibətlər üçün şamil eləyirik. İndi tamaşaçılar bunu yanlış anlamazlar inşallah. Bütün münasibətlər üçün bu da biraz çox keçici olanda insanlar sənin onlara hər şey keçəcəyini düşünürlər. Düşünürlər təbii. Rahatçılıq veririk, fərqi yoxdur. Dostumuza da, tanışımıza da. Əlbəttə. Hər kəsə qəribə bir rahatçılıq veririk. Onsuz da məsələn, başa düşəcək. Hər şey başa düşəcək. Bir gün də mən başa düşməyim. Məni başa düşün. İndi mən də o mövqedəyəm biraz. Bir gün də məni başa düşün. Bəli. Məndən soruşun necəsən? Məndən soruşun hardasan? Çünki çox sevgi də verəndə bir yerə qədərdir. Lazım deyil, gərəksiz olur. Əməyə insan tapdalana bilər, heç xəbərimiz də olmaz. Ona görə biraz çərçivəli sevgi lazımdır. Çərçivəli. Hər şey həyatda qarşılıqlıdır. Mütləq. Qarşılıq olmadan olmur. Mən bacım uşaqlarını sevirəm, yəni nə mənada əzizləyirəm. Allah qorusun. Amin. Onlara deyirəm ki, sizi sevirəm. Mən öyrətmişəm ki, onlar məni qucaqlayıb, xala səni sevirəm. Xala nə gözəlsən. Bugün qəribə sözlər deyirlər, məsələn, öz aramızda olan. Onların sevgisi daha səmimidir. Onlar biz öyrətmişik, özləri hiss eləyiblər, vərdişə çeviriblər. Sevgi vərdişə çevrilməlidir. Mütləq. Çünki bugün varıq, sabah yoxuq. Demədiyimiz sözü o qədər ürəyimizdə aparırıq ki, və yaxud da demədiyimiz sözlərin ağrısını o qədər çox təəssüf. Vaxt olur çəkirik ki, mənə görə sevgi vərdişə çevrilməlidir. Sevgini ifadə eləmək tərzi də vərdişə çevrilməlidir. Sizi, məsələn, mən uşaqlara, bacım uşaqlarına sizi sevirəm, gözəl sözlər deyirəm. Düzü, hissləniyim zamanlar da olur, tabi olmayanda nəyəsə də normal olaraq.
Amma mən onlara deyirəm, çünki bu gün varıq, sabah yoxuq, həyatda evdən çıxırıq, nə baş verəcəyini bilmirik. Onların yaddaşında həmişə o sözlər qalmalıdır. Sağ olarıqsa nə gözəl, qocalığa daşıyacağıq bunları. Həyat da qırılar, yenə də onlar xatirələrində Xatirələrdə yaşadacaqlar. qalacaq, Mənə görə budur. Yəni xiddətdən yuxarı əməli olmayan şeylərə inanmıram. Mən biraz döyüşkənəm, hər dəfə deyirəm. Xoşlayıram mübarizəni və mübarizənin içində özümü ifadə eləməyimi sevirəm, deməyi sevirəm, Aha. fikrimi ifadə eləməyi, çox istədiyim insanlara. Məsələn, biz rahatçılıqla rəfiqəmə durub bir-birimizə zəng edib səni çox istəyirəm, bilirsən, bax belə deyə bilən adamlar. İçindən gələn anda, biz bir-birimizə o qədər vərdiş halına İçindən salmışıq ki, gələn anda kövrələndə onu bir-birimizə demək deyib o lazım. sözlə bir-birimizi vəziyyətdən xilas eləyirik. Bəlkə də o anda paylaşmırsan hansısa problemi, amma bir kəlmə söz Bir kəlmə yetərli söz ola məni bilir. xilas eləyir o vəziyyətdən, dayandırır verəcəyim qərardan. Zülfiyə, bəs əks cinsdən yenə də deyirəm. Sualda nə qədər yayılıram, olmur. Hə, əks cinsdən daha çox. Yəni Zülfiyə ürəyini fəth etmək üçün nə etmək lazımdır? Dediyim şeylərin hamısını eləmək lazımdır. Bunları etmək lazımdır, amma Bunların hamısını eləmək lazımdır. Əməldə göstərmək lazımdır. yəni çox çətindir. Çətindir, bu çətindir ki. Yox, belə düşünəcəklər də. Çətindir ki. Belə düşünəcəklər. Bu Çünki çətin o bir şey. əks cins bu belə maddi düşünür. yükdür, sual verirəm. Xeyr, Gözəl sən xanımlar. istədiklərin əslində hər Sual birimizin maddi istəkləridir. Maddi bir yükdür, bir Qətiyyən. mülkdür, bir maşındır, yox. Aha. Bunlar sadəcə sözdür və sözün içində əməldir. Əməldir. Mən həmişə deyirəm, mənim əgər varlığımla yoxluğum, mənim bacım uşaqlarının həyatında heç nəyi dəyişməyəcəksə, niyə varam onda? Bu sənin Doğrudur. missiyandır bəlkə. Bəli, yox. Sənin missiyan. Demək ki, missiya Bəli. götürürlər. İnsanlar da bir-birinin həyatında olduqları üçün missiya götürürlər. Artıq onun yükünü, yük deməyim, varlığını yüklənməlidir. Bir dəfə belə bir sual vermişdim, yadındadır. İstəyirəm yenə biraz o tərəfə gedək. Güclü qadın qorxuzur da kişiləri, düzdürmü? Əlbəttə. Ümumiyyətlə ağlayan, zəif, sənə ehtiyacın var. Qayğıya ehtiyacı Sən olan. qayğıya ehtiyacın var deyilən insan. Bəlkə də o qadının o güclü görünəndən qayğıya az ehtiyacı var. Çünki bəlkə o qayğını neçə yerdən istəyib indiyə qədər. Amma güclü görünən özünə, əqidəsinə, əxlaqına, həyatına Sıxışdırma. sıxışdıra bilməyib, heç kəsdən istəməyib, bəlkə onun bəlkə də yox, çox halda daha çox ehtiyacı olur. Amma insanlar bunu sezəcək dərəcədə arif deyirlər. Bəli. Ya da türklər də salağa yatırlar, da axmaqlığa yatırlar Bəli, bəli. çox halda. Çünki Yəni çətin deyil, amma Çətin deyil. mümkündür. Çətin deyil. Bu bir çətin mülk deyil, bir Bəli. maşın deyil, bir Bəli. fövqəladə şeylər deyil. Əslində sənin Çox adi bir şeylərdir. dediklərin Sən hər həyatın birimizin- həyatının mərkəzinə qoyursan, o da Bəli. səni qoyur. hər birimizin Bizim ürəyindən keçən bu hisslərdir. boyda qaça-qaçında zaman tapırıq dostumuza, biri-birimizə, tanışımıza. bəli. Özümüzünküləşdirdiyimiz, sevdiyimiz insana necəsən? Bax, indi gəlmişəm. Məsələn, biz rəfiqəmlə gecə neçədə olsa yazırıq. İndi gəldim çəkilişdən, ölürəm, yorğunam, səni sevirəm, yadımda olmusan. Sabahlarım evə tez gələcəm, mütləq yığacam. Bu sözü demək 15-20 saniyə vaxt aparır, düzdür? Çətindir sizcə? Yox. Yox. Amma qarşıdakı onu düşündüyünü bilir. Bilir ki, sən onu düşünürsən, o səni düşünüb. Bilir ki, sən çəkilişdə onu düşünmüsən, onun qayğısını düşünmüsən, fikirləşmirsən, bilib ki, varlığını düşünür. Bu çətin bir şey deyil. Sadəcə insanlar hər şeyi yüklüyürlər. Çəkilişə getməliyəm. Uşağa yemək verməliyəm. Hər şey o qədər... Sadəcə bilirsən necədir Zülfiyə, aktrisa olaraq, yəni bu sənətlə məşğul olaraq həm də məişətə vaxt ayırmaq, ailəyə vaxt ayırmaq, bunu ola bilsin ki, çoxsu qəbul etmir. Sənət adamı ilə ailəli olmaq, yəni bunu düşünürlər ki, bəlkə çətindir. Çünki həmin xanımın öz sənəti var, öz sənətinə daha çox diqqət ayıracaq. Yəni o dediyin sözlər bəzən ola bilər ki, bəlkə yetərli olmaya bilər. artıq Yəni əks cinslə bəhanədir münasibətdə yox, çox vaxt yəni biz belə deyək də biz bu cür düşünürük. Bu da sevgisizlikdən yox, qadın doğan beyni ilə şey. kişi beyni biraz fərqli analiz eləyir də. Mən ona gətirmək istəyirəm söhbəti.
Ola bilər ki, bu dediyin yanlış anlaşıla bilər ki, yox, onda çətindir Zülfiyə xanımla bir münasibət qurmaq, nəsə bir təklif eləmək, sevgi etirafında bulunmaq bəlkə çox çətindir. Elə qarşılanır. Yəni Məncə elə qarşılanır ona görə. Çünki çox düşünürlər ki, yox, mən tələbkar kifayət qədər insansan. sevgi etirafı almışam, alıram da. Buna gələk. Buna gələk. Yox, bu mövzu danışmam. Bu bir cümlə dedim, bunu da şeylə. Yox, bilirəm ki, mənim sevgi heç vaxt- etirafları çox heç olur vaxt sənə. Bilirəm. Sevgi problemim olmayıb. Nə Sadəcə mənada? özün çox seçicisən. Mən sevgi dolu bir ananın yanında böyümüşəm. Mən işıq saçan həmişə deyirəm, insanları uzaqdan tanıyıram. Sevgi ilə böyüyən insanları. Mənim evimə gələn insanlar bizim evimizə mükəmməl deyil heç nə. Yəni belə xüsusi lüks şərait və s. sadə, gözəl, səliqəli və təmiz. Amma o evdə sevgi var. Aha. Rahatlıq Hamı var. deyir, rahatçılıq var. Sevgi Huzur var, belə Huzur deyək. var. Bəli, çox rahat. Hər şeyin gözəl, səliqəli, o sevgi enerji axır evdə. Mən belə şey, davalı evin, mənfi enerjili evin enerjisi başqa olur. Bəli. Amma sənin evində gözəl mühit varsa, sənin enerjin yansıyırsa, o ev mütləq çiçək açır. Məsələ lüks şəraitdən Təbii, getmir. təbii. Evin Standart, abu gözəl, havasından səliqəli və gedir. gözəl olmaqdan gedir. Və sən o yaşadığın yeri sən çiçəkləndirirsən. Elə insanlara da. Sən böyüdürsən insanları. Sən gözündə böyüdürsən, sən su verib böyüdürsən məcazi mənada, sən çiçəkləndirirsən insanları gözündə. Sənin o gözəl bir cümlə var. Sənin yüklədiyin mənaları götürəndən sonra o adam boş bir yerdir. Sıradan Əli, Vəli, Pirvəli, Güldəstə hamı kimi bir adamdır. Sən ona məna yüklədiyin üçün o dəyərli olur. Ev də elədir. Sən ona enerjini tökdüyün üçün. Məni çıxardın mənim evimdən, əşyaları saxlayın. Ruh O evə gedir. heç kim Heç kim girmək girmir. istəmir. Evin ruhu Evin ruhu Enerji gedəcək. yansıyır. Mənim heç vaxt problemim olmayıb bu baxımdan. Mən özüm seçiciyəm. Mən deyirəm, axı Mən ona maraq gətirirəm dairəmə girmək söhbəti. çox Çox çətindir. seçicisən. Çətindir, amma yenə də dediyim üstündə qalıram, dediyimin üstündə qalıram. Qadınlar seçirlər kişiləri. Biz enerjimizə yaxın olan insanları seçirik. Zülfiyə xanım, heç elə düşünmüsünüzmü? Kimisə o qədər sevərsiniz ki, sənətdən gedərsiniz. Bəlkə nə zamansa düşünmüşəm, amma bu qədər verdiyim mübarizədən sonra yox. İndi yox, hə? İndi yox. Təbii ki, dinləyərəm, məsləhətləşərik. Bu qaçınılmazdır. Lazım gələr ssenariləri oxuyub eyni yerdə analiz eləyərik. Fərqi yoxdur. Bu sahə olar, başqa bir sahə olarsa. Yəni analiz eləyərik, fikir mübadiləsi eləyib ortaq məxrəcə gələrik, onu dinləyərəm mütləq. Mən dinləməyin qarşıdakı insanın, yəni tərəfdarıyam mütləq. İnsan bir-birini dinləyəndə. Yəni davanı çıxartmağa nə var ki, 2 saniyənin içində çıxardarıq. Amma dinləyərəm, anlayışlı bir dilində başa salsa dinləyərəm. Və fikir mübadiləsi, bir ortaq məxrəcə gələrik. Lazım olar seçərəm, lazım olar görərəm ki, artıq müəyyən şeylər onun xoşuna gəlmir, eləmərəm. Yəni o ayrı məsələ. Amma getmərəm. Niyə? Çünki çox mübarizə aparmışam. Bu Və qədər ağılla aparmışam, Bəli. tərbiyə ilə aparmışam, göz qabağında olub. İşimlə, zəhmətimlə aparmışam, istəmərəm. Düşünürəm ki, heç mənim qarşıma çıxan gələcəkdə bir insanın da o yəni ağlından keçməz, əksinə dəstəkləyər. Pərəstişkarlarınız tərəfindən heç elə olubmu ki, maraqlı sevgi? Çünki nəyə görə bu sual verirəm? Mən sizin rəylərdə, sizə yazılan rəylərdə çox belə böyük bir maraq görmüşəm ki, sizlə çox belə maraqlı bir suallar, maraqlı bir Hələ siz təkliflər. direkti görsünüz. Maraqlı oxumayan mesajları. Maraqlı sevgi təklifləri, evlilik təklifləri olurmu? Hamısı olub. Hamısı olub. Olur da. Yəni oxumursuz, cavab vermirsiniz. Belə baxıram, yəni baxıram, yalandan danışmayım, baxmıram. Təbii ki, baxırıq. Aha. Yəni, amma belə də, yəni. Belə İnsanı tanımalısan da Mütləq. sevmək üçün. Bəli, tanımalısan. mütləq. Bəlkə də bilmirəm, hansısa bir insanla hardasa rastlaşanda gələcəkdə bəlkə də o insan mənim əslində, belə deyim, yaxşı mənada Sevgini olur. qazanacaq. Bilmirəm, Bəli. bəlkə də olacaq. Amma rastlaşmalısan da, həyat gətirməlidir. mütləq. Mən belə yazdım, mən biraz belə şübhəçi insanam biraz. Həm də Aha. səmimiyyəti çox sorğulayan insanam. Amma şans verə bilərsən. Qoy bunu da deyək də, şans verə bilər Zülfiyə.
Bəli, şans verə bilərsən. Xatırlayırsınız. Səssizliyinizi razılıq kimi qəbul edirik. Zülfiyə xanım, rəylərə ümumiyyətlə aktual izləyirsiniz və cavablandırmağa da çalışırsınız normalda belə Bəli, daha çox. minnətdarlıq, Həm minnətdarlıq baxımından, həm tənqidi rəylər. Deməyək də orada çünki real bir tənqiddən də söhbət getmir. Çox vaxt daha çox belə neqativ tərəfdən yüklənmələr olur. Onların özü də sizə çox belə bir emosional təsir edir. Ya bu yanlış yadda qalmaq qorxusudurmu, yoxsa Yox, adam mən yox, əlbəttə məni tanıyan zaten tanıyır sizi. Rəy yazılır ki, mən heç bilmirəm ki, o kimdir, amma o məni tanıyır yaxşı mənada. Gözəl rəylərdən gedir. Bizim tanıdığımız falan kəsi ki, mən heç bir zaman özüm haqqında nə müsbət, nə mənfi rəy yazdırmaram. Bu mənim üçün ayıbdır. Zaten ehtiyac yox sizə. Rəy yazanca Amma mən fikirləşirəm ki, adam nə yeyib içə bilər ki, bu rəyi mənim haqqımda mənfini o tərəzidə yazsın. Sevməyə bilər, yazar ki, aktrisanı sevmirəm, qısa konkret sevmirəm. Mən onun enerji sahəsinə girməmişəm, o da mənə girməyib. Normal olaraq enerjimiz tutmayıb, sevməmişik bir-birimizi. Tamaşaçı, Təbii, hamının aktrisa hamını kimi. sevmək Bəli. məcburiyyəti yoxdur. Amma bəzən elə rəylər olur ki, elə bilirsən ki, hardasa bir yerdə olmuşuq da. Bu bir yer haradasa bilmirəm. Danışa bilmirəm, söz olacaq, yəni başlıq çıxacaq. Zülfiyə, bəs formada qalmaq üçün nə edirsən? Belə gözəl, belə baxımlı. Yox, çəkimi artır bir də görürsünüz, hiss olunmur. Mən səni amma hər zaman baxımlı görmüşəm. artır. Bir ara artmışdım, tərəziyə çıxdım, gördüm. O sən görmüsən. Zülfiyə, Biz hər mən zaman baxımlı boylu ona görə görmüşük. bilirəm. Çox da hiss olunur. Hiss olunur, amma gördüm. Bir də yanağımı mikrorayon deyəcəm indi buradan da tənqid eləyəcəm. Mikrorayonda gördüm ki, mən danışanda mənim yanaqlarım özümdən qabaqdadır. Dedim, Zülfiyə, sən neynəmsən? Çəkiyə çıxdım, o ki, özümdən arxayınam, onsuz da arxan deyiləm. Gördüm, hardasa oynayıb, 7-8 kilo, 7-8 kilo aşağı saldım çəkimi. Belə xüsusi bir şeylər eləmədim. 12-13 min addım atdım gündə. Belə addım ataraq, biraz da yediyimə diqqət eləyərək formaya düşdüm. Çox, yəni qısa zaman ərzində, bir ay içində. O biraz da kameraların böyütməsidir. Çəki o qədər çox açığı olmaz. deyim ki, biraz yanaqlı adamlardanam. Çəkim 100 qram artan kimi də 80 qramı yanaqlarıma gedir. Ona görə biraz kontrol eləmək lazımdır. Bəli. Həm də yaş irəlilədikcə sən istərsəməz kontrol eləməlisən. Və gündəlik baxım rutinin. Xüsusi belə deyim ki, fövqəladə baxımlarım var, yox. Mənim çox gözəl, dəyərli bir kosmetoloqum var. Yəqin ki, adını çəkmək olar. Bəli. Buyurun. Mənim gözəl Sidqə xanımımdır, onu sevirəm. Sidqə xanım Kamalova tanıyır Azərbaycanın yarısı, artıq onu tanıyır, yarısından da çoxu. Gedirəm, o mənə müəyyən kosmetoloji prosedurlar eləyir. Çox işini bilən peşəkar bir xanımdır təbii ki də. İllərdir gedirəm. 2017-ci ildən səhv eləmirəmsə, yad şeylər yox. Baxımdan söhbət gedir də, yəni kosmetik prosedurlar. Kosmetoloji müdaxilələr, yəni estetikə girən müdaxilələr yox. Kosmetoloji müdaxilələr, yəni botoksum yoxdur, görünür. Müəyyən məsələn asimetrik şeylər varsa, kamera rakursuna görə onu düzəltmək və s. də. Bir də dərini təravətli saxlamaq. Bir də mən ümumiyyətlə özüm titiz adamam. Üzümdə kosmetik olaraq, kosmetik vasitə olaraq heç bir zaman yatmıram. Əlim əsərsə, yorğun da varsa onu təmizləyərəm, yuyaram, müxtəlif təmizlikləri eləyərəm dərimdə. Bir də genetik olaraq biraz gec yaşlanmaya meyilli genetikamız var, açığı desəm. Amma bu da təmizliklə də bağlıdır. Baxım, kosmetoloqun baxımı Qulluq eləmək lazımdır. Bu belə balans qorunur da, yəni mütləqdir. Çox gözəl. Hər zaman formada qal deyirəm. Hər zaman belə baxımlı ol deyirəm. Son olaraq bir sualım var sizə Zülfiyə xanım. Çox təəssüf ki, artıq verilişimizin sonuna gəldik. Əgər valideynlərinizə bir cümlədən ibarət məktub yazmalı olsaydınız, valideynimə. Bəli. Nə olardı? Nə qədər istədim kövrəlməyim, amma kövrəldim yenə də sual eşidəndə. Anam üçün yazardım. Düşünürəm ki, o hiss eləyir ki, mən onun üçün darıxıram. Darıxdığımı deyərdim, bu qədər. Çox sağ olun Zülfiyə xanım. Çox sağ olun. Dəvətimizi qəbul edib Təşəkkür gəldiniz. edirəm. Çox xoş oldu. Çox sağ olun gözəl söhbət üçün.
Forum Baku Telegram kanalına abunə olmaqla nə qazanırsınız? Əgər iş axtarırsınızsa, mütləq şəkildə CV-lərinizi yerləşdirin. İşçi axtarırsınızsa, bizim Telegram kanalımıza abunə olun və CV-lərə nəzər yetirin. Əl işləriniz varsa, geniş auditoriyaya tanıtdırmaq istəyirsinizsə, mütləq şəkildə Forum Baku Telegram kanalına abunə olun. Studiyamızı gözəl auranla, gözəl Çox sağ enerjində ol. doldurdun. Minnətdaram. Təşəkkür edirəm. Çox sağ ol. Növbəti görüşlərə dək.